Xaricilərdə. Oğlum sensen? Sakit ol, oğlun elimizdədir. Əgər axşam saat 23:00-a qədər dediyimiz pulu, yəni 100.000 dolları gətirməsən, oğlunu bir daha görməyəcəksən. Yaxşı, istədiyiniz pulu hardan da olsa tapıb gətirəcəm, amma mənim oğluma heç nə eləməyin, çünki o mənim hər şeyimdir. Bizdə. Alo, kimdir? Oğlun elimizdədir. Bala bir dəqiqə dayan görüm. Azarvat gəldi öydədir. Yox ay kişi, 2 gündür yoxdur. Yaxşı, yaxşı. Bala de. Əgər oğlunu bir də görmək istəyirsənsə, 100.000 manatı dediyimiz ünvana gətirməlisən. Vallah bala, mən o uşağı görə bilirəm ki, denən səhər mən yatanda öydən çıxır, axşam mən yatanda öyə gəlir. Elə də belə də uşağı görmürəm. Vallah bu dəqiqə 100.000 manatı mən sayıq, sən bana versən, yenə götürmərəm o uşağı. Sən nə tər atasan, niyə? Mən neynirəm sən oğlunu? Bala da bilmirəm, onun qasdında fikirləşərdiniz. Alo. Sən nə tər övladsan, nə dədən də sən istəmir. Qaqonun başım bırak. Gəl qaqanğa bir dənə qəlyan qıraqlı ver. 2 qardaş oturaq qəlyan yaq. Gədə badoş deyir, durduq yeririn masyanın üstü. Yaxşı düşqə var, mənə gör.